Azərbaycanda Cuhud Araz Ağalarovun oğlu Cuhud Emil Ağalarov 300 min nəfərli Cuhud üçün Sibris şəhəri tikdirdiyi halda Azərbaycan vətəndaşının evi sökülür. Əslində bu təəccüblüdür. Şəhid anası sürünən, şəhid anası söylən, döyülən, şəhid anasının evi sökülən bir ölkədə bu normaldır. İndi deyə bilərsiniz ki, bunun evi qanunsuz tikilmişdi. Məgər bu quş yuvasıdır, bu boyda ev tikiləndə görmədilər. Bu evin işıq, qaz, su pulusun alanda qanunsuz deyildi. Ay Çinə səfəridən cənab Dəmirboyun. Çində əgər bir nəfərin evi plana düşürsə, məsələn orada yol çəkilməlidirsə, ev yiyəsi icazə verməsə hakimiyyət o evi sökmür. Yolu evin ətrafından dolandırıb çəkirlər. Niyə xarici ölkələrin bəzi insan haqlarını qoruyan yaxşı inkişafı Azərbaycanda tətbiq olunmur? Ancaq və ancaq İsrailin Fələstin xalqına elədiyi zülmü Azərbaycan hakimiyyəti edir bu xalqa.